Yaxşı, dərsə aydın gətirmək üçün Cavanşir Quliyevin Əsgər marşı ilə başlayırıq. Diqqətlə musiqiyə, eyni zamanda onun sözlərinə diqqət yetirdik. Sonra sizə suallar veriləcək. Əsgər marşı getdik, diqqət. Hansı hissləri duydunuz? Rəhmə? Vətənə sevgi. Əsmər? İntiqam hissi. Zemfira? Nəzrin? Vətənə ayrılmaq. Fərid? Vətəni qorxmaq. Qorumaq. Lalə? Düşmənə qəzəb. Vətənə məhəbbət. Zübrüd? İşğal edilmiş torpaqlarımızı xilas etmək. Xilas etmək. Allah verdi. Nifrət bir oyanır. Nifrət oyanır. Üsaf? Əskərlik yarışı. Əskərlik yarışı. Qorxana? Bəli, özünə inan. Deməli, biz Əsgər marşına qulaq asarkən sizdən hansı hisslər duydunuz? Ona diqqət yetirdiniz. Yeni ülkə. Müstəqilliyi qorumaq üçün Azərbaycan əsgərini çağırışa səslənməlidir. Bəli, müstəqilliyi qorumaq üçün Azərbaycan əsgərini çağırışa səslədi. Əsgər marşına qulaq asmaqla gəlin görək. Biz milli ordunun müstəqilliyi qazanmaq üçün Azərbaycan ilk dəfə neçənci ildə qazanmışdır? 1918-ci il mayın 28-də 1922-ci il mayın 28-də. Bəli, 1918-ci il mayın 28-də ilk müstəqillik qazandı. Müstəqillik, ilk müstəqil dövlət yaradılanda müvəqqəti hökumətin başçısı kim oldu? Vətəli xan Xoski oldu. Milli Şuranın sədri kim oldu? Niha? Məmməd Əmin Rasulzadə. Deməli, 23 ay müddətində Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdi. Özünün 23 ay müddətində bir sıra dövlət işlərində, mədəniyyət sahəsində bir sıra tədbirlər gördü. Gəlin tədbirləri sağlayaq. Hansı tədbirlər görüldü? Rəhma? Dekabrın 7-sində. Nəzrin? Azərbaycan dilini dövlət dili elan etdi. 1918-ci il iyun 27. Abbas? İçəri bayraq qaldırıldı. 1918-ci il 9 noyabr. 9 noyabrda. Bakı Universitetində Talib? 1919-cu il noyabrın 15. Noyabr 15-də. İskəndərli? İstifa bəyannaməsi qəbul edildi. 1918 mayın 28-ci. Mayın 28-də. Milli ordu yarandı. 1918-ci il iyunun 26-sı. Aysa. Ülkə 1918-ci il iyunun 26-sında milli ordunu yaratdı. Milli ordunun yaradılmasında ən görkəmli şəxsiyyətlər kimləri tanıdı? Əlağa Şəxsi və Səməd Mehmandarov. Səməd Mehmandarov. Düzdür.